Değerli abituriyentlər, buraxılış 2025 9 Mart tarixində keçirilmiş imtahanın sualların izahını paylaşırıq sizinlə. Birinci sual verilmiş ifadənin qiymətini hesablamaq tələb olunur. Eyni dərəcəli köklərdir. Müxtəsər rüma düsturunu tətbiq etsək. 121 minus 21 kök altda 100 cavab 10 olar. İkinci misal loqaritmik ifadədir. Qiymətini hesablamaq tələb olunur. Loqaritma 2 əsasından müxtəsər rüma düsturuna görə 14 minus 10 14 üstəgəl 10 yazsaq, məxrəcdə 24 ilə ixtisar eləsək, bu ifadə 4-dür. Loqaritma 2 əsasından 2-nin kvadratı, aydındır ki, cavab 2 olar. 63 nömrəli sualda 2 perpendikulyar müstəvinin birindən 2 cm, digərindən 4 cm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni tapmaq tələb olunur. Gəlin bunu göstərək. Fərz edək ki, bu bizim 2 perpendikulyar müstəvimizdir. Nöqtə burada yerləşmişdir. Müstəvilərdən birinə qədər məsafə 2, digərinə qədər məsafə 4 olduğuna görə biz bu düzbucaqlının sadəcə diaqonalını tapmaq istəyirik. Pifaqor teoreminə görə C bərabərdir 16 üstəgəl 4, yəni kök altında 20, 2 kök altda 5 olar cavab. 64 nömrəli sualda ifadəni vuruqlara ayırmaq tələb olunur. 5-i ortaq vuruq kimi mötərizə xaricinə çıxartsaq, 25-i 5-ə bölərik, 5-i 5-ə bölərik, cavab bu formada olar. X tam ədəd olarsa bu ifadədə X-in ala biləcəyi ən böyük tam ədədlə ən kiçik tam ədədin hasilini tapmaq tələb olunur. Aydındır ki, bu bərabərsizlikdə X-in ala biləcəyi ən kiçik tam qiymət -5, ən böyük tam qiymət isə müsbət 5-dir. Bunları bir-birinə vurduqda -25. 66 nömrəli sual. Diaqonalların sayı 9 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapmaq tələb olunur. Məlumdur ki, qabarıq çoxbucaqlının diaqonallarının sayı n vurulsun n-3 bölünsün 2. Şərtə görə bu 9-a bərabərdir. N vurulsun n-3 bərabər 18 yazsaq, aydındır ki, n bərabər 6 olar. Deməli, bu söhbət düzgün 6 bucaqlıdan gedir. 67 sual. 67 nömrəli sualda kəsişməsi boş olmayan A və B çoxluqları üçün A-da olub B-də olmayan elementlərin sayı 6, B-də olub A-da olmayan elementlərin sayı isə 4-dür. Onların birləşməsinin elementlərin sayı tələb olunur. 6 A çoxluğunda olan və B çoxluğunda olmayandır. B-də olub A-da olmayanların sayı 4-dür və eyni zamanda kəsişməsi boş olmayan çoxluqdan söhbət gedirsə, ən kiçik qiymət tapmaq üçün kəsişməyə də 1 əlavə etsək, o zaman 6 üstəgəl 1 üstəgəl 4 cavab 11 olar. 68 nömrəli sualda iki kürədən birinin həcmi ikincidən 27 dəfə böyükdür deyilir. Birinci kürənin səthinin sahəsi ikincidən neçə dəfə böyükdür soruşulur. Aydındır ki, bu kürələr oxşardır. Oxşar kürələrin həcmləri nisbəti oxşarlıq əmsalının kubudur. K kubu bərabər 27 bərabərliyindən K bərabər 3 olarıq. Səthlərinin sahələri nisbəti isə həmin oxşarlıq əmsalının kvadratı olduğuna görə K kvadratı bərabər 9 olar. Deməli, birinci kürənin səthinin sahəsi ikincidən 9 dəfə böyük olar. 69 nömrəli sualda sinus x bərabərdir A minus 1 böl 2 tənliyinin A-nın hansı qiymətlərində həlli vardır soruşulur. Aydın məsələdir ki, sinus x -1 aralığında təyin olunub. -1 kiçik bərabərdir A minus 1 böl 2 kiçik bərabərdir 1 deyib hər tərəfi 2-yə vursaq, -2 kiçik bərabərdir A minus 1 kiçik bərabər 2 alarıq. Üzərinə 1 əlavə etsək, -1 kiçik bərabərdir A kiçik bərabərdir 3. Yəni cavab -1 3 aralığı olar. 70 nömrəli sualda paralel köçürmədən söhbət gedir. Paralel köçürmə bu düsturlarla verilmişdir. A, -3, 2 nöqtəsi hansı nöqtəyə çevrilər soruşur. Nöqtənin koordinatlarını yerinə yazsaq düsturda x' bərabərdir -3 plus 4, 1, y' bərabərdir 2 plus 1, 3 cavabını tapmış olarıq. 71 nömrəli sualla davam edirik. Y-in hansı qiymətlərində y-2, modulda 3 minus y və 6 minus y ədədləri ədədi silsilənin ardıcıl hədləri olar. Aydın məsələdir ki, ədədi silsilənin məlum xassəsinə görə ortadakı hədd kənardakı hədlərin ədədi ortasıdır. O zaman
Modulda 3 minus y bərabərdir. Y minus 2 üstə gəl. 6 minus y böl 2 yazsaq, cavabı 2 tapmış olarıq. Modulda 3 minus y bərabər 2 tənliyini birinci dəfə 3 minus y bərabər 2 yazıb y-i mənfi 1, y-i 1. İkinci halda 3 minus y bərabərdir 2 yazıb y-i 5 olaraq tapa bilərik. Deməli, y-in 1 və 5 qiymətlərində bu ədədi sistemdən artıq hədləri olar. 72 nömrəli sualda cədvəldəki ədədlərin hansı hissəsi irrasionaldır? İrrasional ədədlər dövrü olmayan sonsuz onluq kəsirlərə deyilir. Pi ədədi irrasionaldır. Kök altda 3 ədədi irrasionaldır. Mənfi kök altda 2 ədədi irrasionaldır. 3 kök altda 5 ədədi irrasionaldır. Verilmiş 10 ədəddən 4'ü irrasionaldır. Yəni 10'undan 4'ü və ya 5'də 2'si və ya 0,4 hissəsi irrasionaldır. 73 nömrəli məsələdə şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton çuğundurdan neçə ton şəkər alınar yazılıb. Aydın məsələdir ki, 80 ədədinin 20%-ni tapmaq lazımdır. 80 ədədinin 20% isə 16 ton edər. Bu ifadənin qiymətini tapmaq tələb olunur. Birinci ifadə ilə birinci toplananla dördüncü toplananla 4'ü ortaq vuruq kimi mötərizə xaricinə çıxartsaq, 1 üstəgəl tangens kvadratı alfa isə 1 bölünsün kosinus kvadratı alfa olduğundan bunu kosinus kvadratı alfaya vursaq, bunları ixtisar etsək, əsas trigonometrik eyniliklərə görə bu 1'dir. 4 vur 1 çıx 1 bərabər 3 cavabını taparıq. 75 nömrəli sualla davam edirik. 75 nömrəli sualda ifadəni sadələşdirmək lazımdır. İfadədə birinci kəsrin surəti müxtəsər vurma düsturu, x minus 1'in 2 ifadənin fərqinin kubu, məxrəcdə 2'ni ortaq vuruq çıxartsaq x kvadrat minus 1 alınır. Müxtəsər vurma düsturunu tətbiq edib x minus 1 x üstə gəl 1 kimi yazsaq, bölməni vurma ilə əvəz edib kəsrin surət və məxrəcinin yerini dəyişsək, məxrəcdə yenə də x minus 1'in kvadratı düsturunu almış olarıq. X üstə gəl 1 ilə x üstə gəl 1'i ixtisar etsək, x minus 1'in kvadratı x minus 1 və x minus 1'in kubunu ixtisar etsək, cavabı 2'də 1 və ya 0,5 taparıq. Uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Böyük bucağın dərəcə ölçüsünü tapın. Aydın məsələdir ki, uyğun tərəfləri paralel olan bucaqlar ya bərabərdirlər, ya onların cəmi 180 dərəcədir. Bizim halımızda onların cəmi 180 dərəcədir. Birinci bucaq bərabər olsun 100x-a. O zaman ikinci bucaq onun 80% olduğundan o 80x olar. Və aydın məsələdir ki, bunların cəmi 180 dərəcədir. X bərabər 1 dərəcə olur. Onda birinci bucaq 100 dərəcə, ikinci bucaq 80 dərəcə olur. Böyük bucağı soruşduğundan cavab 100 dərəcə olar. Üstü tənliklər bölməsindən bir üstü tənlik verilmişdir. Bu tənliyi 3 vurulsun 5 üstündə x, üstə gəl, 5 üstündə x üstə gəl 1'i 5 üzərində x vurulsun 5 üzərində 1 şəklində yazıb, soldan 5 üzərində x-i ortaq vuruq kimi mötərizə xaricinə çıxartsaq, 3 üstə gəl 5 bərabərdir 200 alarıq. 5 üstündə x bərabərdir 200 bölünsün 8, yəni 25. Aydın məsələdir ki, x bərabər 2'dir. Z1 və Z2 qoşma kompleks ədədləri verilmişdir. Z1 ədədi x dəyişəni ilə, Z2 ədədində y dəyişəni ilə verilmişdir. Bu x və y dəyişənlərinin qiymətləri cəmi tələb olunur. Aydın məsələdir ki, y üstündə 5'i, y üstündə 4 vurulsun y şəklində yazsaq, y olar, yəni onda z1 bərabər olar 9 minus xi. Z2 dəyişəni üçün isə 35'i, i üzərində 35'i, i üzərində 4'ün üzərində 8 vurulsun i kubu şəklində yaza bilərik. Bu i kubu edəcək, i kubu isə mənfi i olduğundan y bərabərdir y minus 6i şəklində yazarıq. Kompleks ədədlərin qoşma kompleks ədədlər z1 bərabərdir a üstə gəl bi, z2 bərabərdir a çıx bi olduğundan, deməli bunların həqiqi istəmsalları bir-birinə bərabər, y bərabər 9, x isə bərabər əksi olmalıdır, x isə bərabər 6 olacaqdır.
Daha doğrusu x isə bərabər -6 olacaqdır. Bunların cəmi isə x üstəgəl y bərabərdir 3 olar. 79 nömrəli sualla davam edirik. 79-cu sualda belə bir məsələ verilmişdir ki, akt zalında hər sırada yerlərin sayı sıra sayından 8 vahid çoxdur. Fərz edək ki, sıra x, o zaman yer sayı x üstəgəl 8 olar. Yerlərin ümumi sayı, hər sıradakı yerlərin sayı x üstəgəl 8 olar. Zaldakı yerlərin ümumi sayı 384 olduğundan x vurulsun x üstəgəl 8 bərabər 384 tənliyini həll etsək, x kvadrat üstəgəl 8x minus 384 bərabər 0 tənliyini yazıb, d1 bərabərdir 4-ün kvadratı minus 1 vurulsun mənfi 384 bərabərliyindən 400 alarıq. O zaman x1 bərabərdir yarısı mənfi 4 üstəgəl 20 bölünsün a, yəni 1, cavab 16 taparıq. Sıra sayıları 16'dır. Bizdə sıraların sayını soruşduğu üçün cavab 16 olar. Digər kök mənfi olduğu üçün onu tapmasaq da mümkündür. ABCD düzbucaqlısında AC diaqonalına endirilmiş BM perpendikulyarı onu AM9, MC16 olan iki hissəyə bölür. ABCD düzbucaqlının sahəsini tapmaq tələb olunur. ABC düzbucaqlı üçbucağında BM hündürlüyünə bir h desək, h kvadratı bərabərdir 9 vur 16 bərabərliyindən h bərabərdir 3 vur 4, yəni 12-ni tapa bilərik. ABC üçbucağının sahəsini tapsaq, AC 25-dir. H hündürlüyünü 12 tapmışıq. Yarıya bölsək, 25 vur 6, 150 taparıq. ABCD'nin sahəsi isə ABC üçbucağının sahəsindən 2 dəfə çox olduğuna görə 150 vur 2, cavab 300 olar. Supermarketdə 5 AZN, 10 AZN və 20 AZN'lik kuponlarına yalnız biri olmaqla 28 zərb təqdim olunur. Yalnız biri olmaqla. 20 AZN'lik kupon sayı 10 AZN'likdən 2 dəfə az, 5 AZN'likdən isə 16 ədəd azdır. Fərz edək ki, 20 AZN'lik kuponların sayı x-dir. O zaman 10 AZN'lik kuponların sayı 20 AZN'likdən 2 dəfə çox olacaq. O zaman 10 AZN'lik 2x olar. 5 AZN'likdən isə 16 ədəd azdır. Deməli 5 AZN'lik 20 AZN'likdən 16 ədəd çoxdur. Şərtə görə bunların ümumi cəmi 28-dir. X üstəgəl 2x üstəgəl x üstəgəl 16 bərabər 28 bərabərliyindən 4x bərabər 12, x bərabər 3 taparıq. Deməli 20 AZN 3 ədəd, 10 AZN 6 ədəd, 5 AZN isə 19 ədəd olar. Sual. Təsadüfi seçilən iki zərfin kuponları cəmi 30 AZN olması ehtimalını tapın. Aydındır ki, iki zərfdəki kuponların cəminin 30 AZN olması üçün kuponlardan biri 20, digəri isə 10 manatlıq olmalıdır. O zaman 20 AZN'lik kuponların seçilmək ehtimalı kombinizon 3-dən 1 və 10 AZN'lik kuponların seçilməsi hallarının sayı kombinizon 6-dan 1. Bu əlverişli halların sayıdır. Mümkün halların sayı isə kombinizon 28-dən 2-dir. Kombinizon 3-dən 1, 3, kombinizon 6-dan 1, 6, kombinizon 28-dən 2 isə 28 çıx 2 faktorial, yəni 26 faktorial vurulsun 2 faktorial. Burada isə 28 faktorialı 26 faktorial vur 27 vur 28 yazsaq, 26 faktorialla 26 faktorial ixtisar eləsək, 3 vur 6 vur 2 bölünsün 27 vur 28 formasında yazsaq, 3'ü 3'ə 1, 27'ni 3'ə 9, 28 ilə də 2'ni ixtisar etsək, bura 1 atsaq, bura 14 yazsaq, 6 ilə də 9'u hər ikisini 3'ə bölsək, burada 2, burada 3 qalar. Olar cavab 2 bölünsün 42. Yəni 1 böl 21 cavabını tapmış olarıq. ABC üçbucağının BC tərəfi çevrənin mərkəzindən keçmişdir.
AC və AB tərəfləri çevrəyə toxunmuşdur. K və S toxunma nöqtələridir. B bucağı isə 40 dərəcədir. A bucağının KMS qövsünün dərəcə ölçüsünü tapmaq tələb olunur. Aydın məsələdir ki, OS çevrənin radiusu AC isə çevrəyə toxunan olduğu üçün bura 90 dərəcəli bucaq əmələ gəlir. Üç bucaq düz bucaqlı üç bucaqdır. Deməli onun A bucağı 50 dərəcədir. A bucağı ilə KMS qövsünün dərəcə ölçüləri cəmi 180 dərəcə olduğundan KMS qövsünün dərəcə ölçüsü 130 dərəcə olar. Düzgün piramida verilmişdir. Oturacağının sahəsi 100'dür. Kvadrat olduğuna görə hər bir tərəf 10 cm-dir. Tam səthinin sahəsi isə 360 olarsa apofemi tapın. Aydın məsələdir ki, tam səthinin sahəsi yan səthinin sahəsi ilə oturacağın sahəsinə bərabərdir. Oturacağın sahəsi 100, tam səthin sahəsi 360 olduğundan S yan bərabərdir 360 çıx 100, yəni 260 tapılar. Yan səthin sahəsi isə 4 vurulsun, 2'də 1 vurulsun, 10 vurulsun, apofemi H desək. Çünki burada 4 üçbucaq var, bir-birinə bərabər, kongruent üçbucaqlardır. 4 vurulsun, 2'də 1 vurulsun, 10 vurulsun, H bərabərdir 260 yazsaq. 2 atsaq, H bərabərdir 260 bölü 20 bərabərliyindən 13 olduğunu asanlıqla tapmaq olar. 84 nömrəli sualda bir cədvəl verilmişdir. Cədvəldə boyu 170 cm-dən az olan oğlan sayı Y, qız sayı 3x, cəmi isə 21 nəfər var. 3x üstəgəl Y bərabər 21. Boyu 170 cm-dən çox olan oğlanların sayı 2y, qızların sayı x, cəmi 17 nəfər var. X üstəgəl 2y bərabər 17 yazsaq. 170 cm-dən çox olan oğlanların sayı tələb olunur. Yəni y-i tapmaq tələb olunur. Aşağıdakı bərabərliyi -3'ə hər iki tərəfini vursaq. 3x üstəgəl y bərabərdir 21. -3x minus 6y bərabər -51. Bunları alt-alta toplasaq. -5y bərabər -30. Y bərabər 6 taparıq. Boyu 170 cm-dən çox olan oğlanlar 2y olduğundan 6 vur y bərabər 12 olar. Y bərabərdir x kvadrat minus 8x üstəgəl 18 parabolasının təpə nöqtəsi A, təpə nöqtəsinin apsisi M, ordinatı N ilə işarələnmişdir. Bu parabolanın apsis oxuna, koordinat başlanğıcına və ordinat oxuna simmetrik çevrilməsindən alınan parabolaların təpə nöqtələri B, C, D ilə işarələnmişdir. Alınmış ABCD düzbucaqlısının sahəsini tapmaq tələb olunur. Bu ifadəni tam kvadrata yığsaq, y bərabərdir x kvadrat minus 8x üstəgəl ikinci həddin yarısının kvadratını əlavə edib çıxsaq, üzərinə 18 gəlsək, bu 3 toplanan bizə x minus 4 kvadratı minus 16 üstəgəl 18 bərabərliyini biraz da sadələşdirsək, x minus 4 kvadrat üstəgəl 2 alarıq. Deməli, m bərabərdir 4, n bərabərdir 2 alınır. Deməli, A nöqtəsinin koordinatları 4 və 2'dir. Apsis oxuna nəzərən paralel çevirsək bir B nöqtəsi alarıq. Gəlin A nöqtəsini apsis oxuna nəzərən paralel çevirək. B nöqtəsi alırıq. B nöqtəsinin koordinatları apsisi olduğu kimi qalır. Ordinatı -2 olur. A nöqtəsini koordinat başlanğıcına nəzərən çevirsək C nöqtəsini alarıq. Koordinat başlanğıcına nəzərən simmetrik çevrildiyi zaman A nöqtəsi C nöqtəsinə keçir. Aydın məsələdir ki, C nöqtəsinin koordinatları -4, -2 olacaqdır. -4, -2. Bu nöqtələri birləşdirək. Və A nöqtəsini ordinat oxuna nəzərən simmetrik çevirsək D nöqtəsini almış olmalıyıq. A nöqtəsi ordinat oxuna nəzərən simmetrik çevrildikdə almış D nöqtəsinin koordinatı x 4'dən -4'ə, y isə olduğu kimi qalmaqla dəyişir. Bu zaman ABCD düzbucaqlısının uzunluğu AD məsafəcə
4 mənfi 4 8 vahid olar. AB isə 2 vahid mənfi 2 mənfi 2 2'dir koordinatlar. 2 vahid aşağıda 2 vahid 4 vahid olar. SABCD bərabər 8 vur 4 bərabərliyindən 32 cavabını alarıq. Əziz abituriyentlər, hər birinizə gələcək imtahanda həyatınızda uğurlar arzulayırıq. Təşəkkür edirik.